onkologiyada yatırdı. Mən getmirdim yanına. Olduğu kimi deyim, düzəldim deyim. Səfa müəllimə demişdi ki, o eşşək deyim mənə gəlsin görsün. Ağır idi. Sevdiyim bir insan var gözümün qabağında və sadə belə baxdı, qayət dedi ki, hamıya dedi 2 dəqiqə vaxt verirəm, sənə 5 dəqiqə vaxt verəcəm. Mən xoşbəxt insanam, səni istədiyim kimi yetişdirə bildim. Və nə qədər ki yol var, düşünürəm ki, Vaqif İbrahimoğlu var. Mən yoldan çıxandan sonra qəribə bir inciklik kimi bir şey oldu mənim içimdə, yalan nə deyim ki. Ən çətin günlərində o teatrı yaşadanlardan da biri mən olmuşdum. Əsl sənətçi, ziyalı sənətçi. Ətrafında gördüyü dəyərli sənətçilərin dəyərini verməyə bacarmalıdır. Heç kim heç kimin adını çəkmir. Heç kim biri haqqında xoş söz deyə bilmir. Öz ad günümdən başlayan yol Vaqif İbrahimoğlu'nun ölüm günündə bitdi. ...91-ci ildə İncəsənət İnstitutuna girdim mən. Mən düşdüm Əlabbas Qədrovun kursuna. O bir kursda Vaqif İbrahimoğlu'nun kursu idi. Həsən Ağa Turabi gəlib demişdi, qəbul imtahanında bizi qəbul edən Həsən Ağa Turabi idi. Həsən Ağa mənim gəlib demişdi ki, qrupda bir dənə oğlan var, çox xoşuma gəldi, maraqlı oğlandı. O oğlanı axırda səndən istəyirəm. Onun üstündə yaxşı işləyəcəksən. Bu da deyib, hə, yaxşı. Neysə, biz qəbul olmuşuq, gəlmişik, bu qrup gəlib burada dərsdəyi, onlar orada dərsdədilər. Deməli, birinci gün Həsən Ağa müəllim gəlib qrupa girib, Vaqif mənim qrupuna, baxıb ora, baxıb bura, qayıdı deyir ki, yoxdur burada. Deyib, o tərəfə düşüb, hayif. Çox hayif o uşaqdan. Vaqif mənim deyib ki, ev yox, qismətdə varsa gəlib çıxacaq. Bizdə qrupda bir oğlan vardı, Gəncəli. Gəldi mənə bir həftədən sonra gəldi mənə ki, qədəş, yerimizi dəyişək də, sən o qrupa keç, mən bu qrupa. Dedim, yox, bu dedi, mən dedim, bu 2 gün mənim baş beynimi apardılar. Axırda dedim ki, yaxşı da, dəyişək yerimizi. Dəyişdik yerimizi. Dəyişdik yerimizi, növbəti gün biz aktyor sənət dərsinə Milli Dram Teatrına gedəndə Vaqif mənim gəldi, əyləşin, sən kimsən? Qayıtdım, dedim ki, Kamran. Onu bildim, burada nə gəzirsən? Dedim ki, mən o biri qrupdaydım. Sadəcə buradan Hamlet ora getdi, mən oradan bura gəldim. Qayıt ki, Dram Teatrının Yuğun köhnə binasında Vaqif mənim otağındayım. Dərsi keçə, danışır oradan, buradan, nəysə danışır. Telefonu götürdü belə, nəsə nömrə yığdı belə. Qayıt ki, bir dənə gəlib mənə deyə bilərsiniz. Nəysə üstündən bir 5-10 dəqiqə keçdi. Bir gördü Turabi qapı açıldı, Turabi girdi içəri. Gəldi, oturdu bunun yanında, söhbət o yan, beyan, filan beşən. Sən demə, bunların arasında, ikiliyin arasında belə bir söhbət oldu ki, hə, budur. O gün, bugün başladı mənim faciəvi günlərim. Məni bundan istəyib, deyib, evin yıx, amma mənə aktyor ver. Bir insan nə qədər gizlin sevə bilərmiş, sevdiyi tələbəsinə qarşı nə qədər amansız ola bilərmişsə, mən həmin o gündən sonra gördüm. Vaqif İbrahimoğlu təkrar olunmaz insan idi. Təkrar olunmaz insan idi. 91-ci ildən ta dünyasını dəyişdiyi günə kimi. Mən onun təkrar nə sözünü eşitmədim, nə söhbətini eşitmədim. Bir insan hər gün necə dəyişə bilər? Hər gün necə maraqlı ola bilər? O bizə bir söz deyirdi. Deyirdi ki, aktyor suyun üstünə tökülən yağ kimi olmalıdır.
Yağı götürdün, tökdün suyun üstünə. O rənglər belə qarışır, belə rəngbərəng, rəng çalarları, ya kaleidoskop bizə deyirdi, bax aktyor belə olmalıdır. O özü elə idi, insan kimi elə idi. Vaqif İbrahimoğlu sabah, bugünkü günü təkrar eləmirdi. Bax, Vaqif İbrahimoğlu'nun böyüklüyü bunda idi. Elə xatirələrdən söz düşmüşkən belə bir şey də deyim. Günlərin bir günündə nəysə bir şey dedi ki, filan şey elə. 1 elədim alınmadı, 2 elədim alınmadı, 3 elədim alınmadı. Dedi çıxart ayaqqabıları, çıxartdım ayaqqabı, çıxart corabları, çıxartdım corabları. Onda bir dənə uzun bir nar çubuğu idi, zoğal çubuğu idi, nəysə. Ayağımın altına şap vurur. Oğrudur axı, səsimi çıxartmıram. Kişiliyimə dirənib dayanmışam, amma elə çırpır bir yandan. O məqamda mən soruşa bilməzdim, çünki qorxurdum. Qorxurdum. İkinci kurs ya üçüncü kurs idim belə. Deyəsən ikinci kurs idim. İkinci kurs. O məqamda soruşmadım. Biz üçüncü kursa keçəndə, üçüncü kursda bizdə bir Dürremantın Eşşək kölgəsi uğrunda məhkəmə prosesi əsərini qoyurduq. Orada da bütün aktyorlar hərəsi 2 rol oynayırdı. İkisi də bir-birinə zid rollar idi. Birinci rolum elə bil ki, Antraks idi. Yunan mifologiyasından gələn bir əsər idi. Antraks idi, eşşək, çarvadar, eşşək saxlayan. İkinci rolum Quldur idi, Tifid. Fərqli personajlar idilər. Bir nəsə elədim, alınmadı, 2 dəfə alınmadı, 3 dəfə alınmadı, 4 dəfə alınmadı. Axırda gəbra. Gəldim, səhnənin düz qırağında belə dayandım. Bu da mən gələnə kimi idman çantasının remenini çıxartdı belə. Remenin arxasından tutdu, mən bunu zaman danışmışam. Remenin arxasından tutdu, dəmirlər ikisi də bu tərəfdə dayanıb. Yəni bir var ki, elə vurasan elə, bir də var qolunun bütün gücü ilə vurasan. Az qala ayağımın bu qıç hissəsində ət az qala partlamışdı. 2 dənə dəmirin izi qaldı. 1, 2, 3 ölürəm, ağrı deyirəm, müəllim ağrıdır. Deyir, cəhənnəm ağrıtsın, mənim də ürəyim ağrıdır. Deyirəm, axı müəllim eləyirəm, aşağı nəsə deyir, yox. Sən 5 eləyə bilərsən, 1 eləyirsən. 100 eləyə bilərsən, sən 5 eləyirsən. Mənə lazımdır, sən bunu ali eləyəsən. Və illər sonra mən anladım ki, hər dəfə hamıdan fərqli mənim üstümə daha çox düşməsi, mənə daha çox baskı eləməsinin səbəbi məhz o idi. Sonra illər sonra soruşurum, sonra biz çox yaxın olduq. Az qala dost kimi, nə bilim, qardaş kimi, sirdaş kimi. Saatlarla otaqda oturub söhbət eləyərdik. Saatlarla, günlərlə, aylarla oturub söhbət eləyərdik. Deyirdim ki, Vaqman bu vaxt deyirdi ki, sən gözəl eləyirdin, yaxşı eləyirdin, dəyərli eləyirdin, maraqlı eləyirdin. Amma sən gənc idin deyə sən bilmirdin ki, sən daha da gözəl eləyə bilərsən. Mən o vaxt təbii ki, gənc idim, cahil idim. Sizi videodan ayırdığımız üçün üzürlü sayın. Miraç YouTube kanalının mənəvi dəstəyə ehtiyacı var. Kanalımıza abunə deyilsinizsə, abunə olmağı, videolarımızı bəyənib paylaşmağı unutmayın. Əgər maddi dəstək olmaq istəyirsinizsə, Aşağıda gördüyünüz Patreon linkinə daxil olaraq bizə dəstək ola bilərsiniz. xoş izləmələr. Onun məşhur bir sözü var, deyir, bir işi anlamaq işin 50-60%-dir. Bilmək isə işin 100%-dir. Mən artıq bilirəm. Bilirəm ki, o niyə belə eləyirdi. Mən bəzən tələbələrim olurdu, mən rəhmim gəlirdi, mən onun qədər qəddar ola bilmirdim. Və ürəyimdə tələbələrimdən üzr istəyirdim ki, məni üzr hesab edin ki, mən sizə zülüm verə bilmirəm. Mənim həyatda 2 elə müəllimim olub da, bir anam, bir də Vaqif İbrahimoğlu. Anam da elə döyə-döyə ürgədirdi məni, deyirdi ki,
biləcəksən. İbrahimoğlu da mənə deyirdi, biləcəksən. Bu insan böyük idi. Bunu nə deyim? Bu dünyasını dəyişəndə mən bir söz qayıtdım dedim. Teatrın rəngi getdi. O yadınıza gəlir o köhnə televizorlar var idi. Onlarda bir buran yer var. Bururdun, televizorun rəngini alırdın. Olurdu ağ-qara. Bax Vaqif İbrahimoğlu belə şəxsiyyət idi. Nə bilim, yəni elə insanlar var ki, onları deyib onları vəsf eləmək, onları tərənnüm eləmək mümkün deyil. Vaqif İbrahimoğlu yəni belə deyim də, o insan görünüş çox qədər də gözəl deyil idi, amma o insanı tanıdıqca o insanın gözündə elə gözəlləşirdi. Adam ona vurulurdu, adam ona heyran olurdu. Yəni tələbələrin insan nə qədər sevə bilərdi, nə qədər onların qayğısına qala bilərdi. Hara gedirdi Kamran gəl, hara gedirdi Kamran gəl, hara gedirdi Kamran gəl. Gedirik filan yerə, ora filan düşün, orada 5 manat pul var, 3 manat sənin, 2 manat mənim, filan sənin, filan. Əslində belə deyim, bayağı yerlərə aparmırdı. Yəni hardasa bir ziyalı insanların yığışdığı, məsələn, kitab tədbiridir, ya nəsə, hansısa bir qəzet redaksiyasının açılışıdır, filandır, beşməkandır. Bu insan böyük idi. Böyük idi. Maraqlı idi. Biliyorsan, gəlirdi, deyirdi ki, gecə yuxu görmüşəm. Dedim, mən anladım. Yeni tamaşaya başlayırıq. Hansıdır, nədir deyirdi. Gördüm ki, filan filandır. Bilirdim ki, məsələn, tutaq ki, söhbət Hamletdən gedir. Söhbəti İskəndərdən gedir. Nədən gedir. Çox maraqlı insan idi. O xəstəliyi onda görmək heç də mənim üçün belə, bu niyə belə oldu? Normal bir şeydir. Yəni, bir gün ərzində 2 paska, 3 paska dayanmadan sigaret. Yəni, onun sigaretinin sönülü vaxtı olmurdu axı. Özü də astıra. Hətta bir dəfə mənə pul verdi. Dedi ki, bir də oradan mənə astral gəldi. Dedim ki, müəllim, dedim, təzə filtrsiz astral çəkirdi. Dedim, müəllim, təzə astralar çıxıb filtrləndir. Bəlkə ondan alım. Qayıt, çəkməyəcəm. Dedim ki, cəhd elə də. Bildiyi elə. Getdim, filtrli astra aldım. Gətirdim. Bir dənəsini belə çəkdi, qayıtdı, belə baxdı üzümə. Gəlmir, ləzzət eləmir adama. Dedim ki, hələ ki filtrin qır, elə çək. Sonra yavaş. Elə o örgəşdi, o filtrli astraya keçdi. Amma siqaret öz işini görmüşdü. Hətta da mən son dövrlərdə səhv eləmirəmsə Gümrah Ömər onun yanında qalırdımı bilmirəm Türkiyədə. Hardasa ya klinikaya onun yanına getmişdi. Gümrah qayıdıb deyib ki, var mən bir dənə çıxım siqaret çəkim gəlin, deyib ki, deyil, mənə bax, gör, mən nə gündəyəm. At o zibilin daşını, nəyin çəkirsən? Vaqif İbrahimoğlu elə möhtəşəm bir rejissor idi. Pedaqoq rejissor idi. Yəni, o istəsə də kimsə, istəməsə də fərq eləmir. Heç kim ona əvəz eləyə bilməz. Mümkün də deyil. Mikail özünə görə maraqlı rejissordur, Gümrah özünə görə maraqlı rejissordur, Tural özünə görə maraqlı rejissordur. Hamısı maraqlı uşaqlardılar. Hərəsi bir rəngdilər. Göy qurşağının bir rəngləri, çalarları kimi belə filan. Amma Vaqif İbrahimoğlu ola bilməzlər. O əxlaq getdi. Vaqif İbrahimoğlu'nun o yumruğu kimi var olan əxlaq getdi. O dəstxət getdi, o nəfəs getdi Vaqif İbrahimoğlu ilə. Vaqif İbrahimoğlu'dan sonra mən də getdim teatrdan. Yəni, çıxartdılar da deyə bilərəm, hər şey deyə bilərəm, amma yox. Elə bil ki, onun gedişi ilə
Allah Taala məni də oradan çıxart ki, sən də day get. 93-cü il idi. Mən onun hələ tələbəsi idim. Bunu da danışım, maraqlı fakt idi. Gəldi, otağından çıxdı. Bizdə koridorda tələbələr idi. 4 qız tələbə, xanım tələbə, 2 dənə də oğlan tələbə. Ən çox aktiv olan biz 6 nəfər idi. Vaqman otağından çıxdı, gəldi belə, gedə-gedə. Qayıtdı mənə dedi ki, get alınca. Gəldi, girdi zala, otur orada. Arkada oturdum bir oturacaqda. Bu getdi, məşq eləyir filan, ona bunu dedi, buna onu dedi, orada bunu burada. Bir 10-15 dəqiqə, 20 dəqiqə, yarım saat, 1 saat məni gözlətdi orada. Onun xasiyyəti idi gözlətmək. 1 saatdan sonra düz oradan fırlanıb gəldi, oturdu yanımda. Gəldi, oturdu yanımda. Nə etmək istəyirsən? Dedim ki, heç nə öyle, tələbəyəm, dərs oxuyuram falan. Yox, harada işləmək istəyirsən? Mən də 3-cü kursda oxuyuram. Qayıtdım, dedim ki, burada. Yox da, dedim, hə. Yox, sən ara, yox ara. Yoxda işləmək üçün görə əcdahı olasan, sənin yoxda yerin yoxdur. Dedim, onda heç yerdə. Dedi, bax, səni tüza düzəldə bilərəm, azdramaya düzəldə bilərəm, kukla teatrına düzəldə bilərəm, sirka düzəldə bilərəm, hara istəyən səni düzəldə bilərəm. Barmağını qoyduğun yerdə səni iş düzəldirəm, ged işlə. Yoxdan başqa, dedim, yox. Uzun sözün gödəyi bir 10 dəqiqə belə məndən belə söz oyunu oynadı. O təbii ki, istəyirdi ki, mən yoxda işləyim. Axırda qayıt ki, dəqiq fikrimdir, dedim, dəqiq fikrimdir. Özün istəyirsən, yoxsa mən səni demişəm, dedim ki, yox, özüm istəyirəm. Qayıt ki, oldu. Bugün dekabrın 5-i, saat 13-lə neçə, filan 5 məkan, sən Yuğ Teatrının aktyorusan artıq. Bugündən peşəkar teatrda fəaliyyətə başlayırsan, ged oradan əyninə bir dənə köhnə bir nimdaş paltar giyin, gəl, Kamal Abdullah'ın 1-2 bizimki tamaşası ayın 12-sində tamaşa olmalıdır. 12-si ya 15-i belə tamaşa, 12-si tamaşa olmalıdır festivalda. Aktyorlardan kimsə getmişdi, onun yerinə məni vod eləyəcəkdilər. Onun yerinə mən oynayacaqdım. Elə qərar verdilər və həmin gündən sonra mən bu tarixi yadında saxla. Dedim, bu tarix mənim yadımdan çıxmayacaq. Niyə? Qayıtdım, bu mənim ad günümdür. Allah dəhşətən. Bax, o 93-cü il dekabrın 5-dən mən Yuğ Teatrında işlədim. Ta ki, öz ad günümdən başlayan yol Vaqif İbrahimoğlu'nun ölüm günündə bitdi. Günlərin bir günə mənə zəng elədilər. Mənə dedilər ki, bəs xəbərin oldu. Dedim ki, nədən? Qayıtdılar, bəs Vaqif müəllimdə filan xəstəliyi var. Çaşmadım. Eləmədim. Üzüldüm. Çünki o qoruyucu mələk deyilən bir şey vardı. Angel Xranitil deyilən bir şey var ki, İbrahimoğlu mənim üçün o idi. Ən dar məqamda, həyatda, gerçəklikdə, nə bilim, teatrda, filanda, hara hərrəni fırlanırdın, gəlirdin ona, dəyirdin, ondan nəyisə götürürdün, öyrənirdin, bunu atırdın, onu. Yəni, müsahibə verməyi o mənə öyrətmişdi. Ümumiyyətlə, insan var olmasını. Mən hər zaman deyirəm, yenə də bunu deməyə özümə borc bilirəm. 74-cü ildə məni dünyaya gətirən valideynlərim olmuşsa da, 91-ci ildə məni dünyaya gətirən Vaqif İbrahimoğlu olmuşdu. Məni fərqli dünyaya gətirdi. Bugünkü oturuşum, duruşum, danışığım, nəfəsim, bütün var olmamla, həyatda var olmamla mən bu üçün sənə minnətdaram. Aydın Yunusoğlu, Ulduz Rıza qızı, Vaqif İbrahimoğlu.
Bax bu üç insan məni var elədi bu dünyada. Vaqif müəllim xəstəxanada yatırdı. Burada 20 yanvarda onkologiyada yatırdı. Mən getmirdim yanına. Getmirdim, yəni mən elə görmək istəmirdim onu artıq ərimiş falan beş mən istəmirdim. İstəyirdim ki, o sevdiyim insan kimi yaddaşımda qalsın. Düzdür. Bu bir tərəfdən də vicdansızlıqdır. Yəni bir şəhid ustadını getməlidir, görməlidir falan beş. Getmirdim. Gedə bilmirdim. Ayağım getmirdi. Ruhum getmirdi, içim getmirdi. Ölümündən bir 5 gün qabaq bütün teatrın işçiləri getmişdilər yanına. Səfa müəllimə səhv eləmirəmsə demişdi ki, olduğu kimi deyim, düzəldim deyim. Səfa müəllimə demişdi ki, o eşşəyə deyim mənə gəlsin görsün. Bəlkə də bu sözü görüb məni qınayacaqlar, amma elə demişdi. Səfa müəllim də mənə zəng elədi, dedi, Vaqif müəllim səni çağırır yanına. Dedim, oldu Səfa müəllim. Sabah gün mən durdum, getdim onkologiyaya. Gəldim, qapını döydüm, içəri girdim, belə baxdı. Deməli, bunun yatdığı kravatla üzbəüz saat var idi belə. Qayıtdı, dedi ki, gördüm bunu, qayıtdım. Tüm nə qəşəng olan olmuşsan, maşallah, maşallah. Gözdəyməsin, gözdəyməsin. İbrahim oğlu Vari belə oyun oynayırdım. Çünki o oyunu oynamasaydım bəlkə də başqa cür ola bilərdim. Ağır idi. Sevdiyim bir insan var gözümün qabağında və mən təlxəylik eləyirdim. O da mənə eşşək deyib çağıranda o bilirdi ki, mən girdim içəri, nə belə filan beş məkan. Qayıtdı, sağda belə baxdı, qayıt dedi ki, hamıya dedi 2 dəqiqə vaxt verirəm. Sənə 5 dəqiqə vaxt verəcəm. Dedim, tamam. O 5 dəqiqədə heç bilmirəm nə danışdıq. Yadımda deyil. Mən bir də ona qayıtdım, dedim ki, nə bədbin danışırsınız, dedim, hələ siz yuxular görəcəksiniz, sonra gələcəksiniz, mənimlə tamaşa hazırlayacaqsınız. Dedi, yox, bitdi. Mən yenə də təlxəyliyimi davam eləmək istəyəndə belə baxdı, dedi ki, bəsdir, saxla. Saxla, dedi. Özün ol. Belə yandım, baxdım üzünə. Dedim, mən sizi çox istəyirəm, Vaqif. Dedi, sən bilmirsən, mən səni nə qədər istəyirəm. Amma mən xoşbəxt insanam. Mən çox xoşbəxt insanam. Mən səni istədiyim kimi yetişdirə bildim. İndi cəhənnəm ol get. O başladı, keçdi, o lirik, romantik notlardan keçdi belə məsəkə formasına. Dedi, cəhənnəm ol get, gözüm bir də səni görməsin. Əssalam, bir də gözü məni görmədi. Mən otaqdan çıxdım. Otaqdan çıxan kimi də qapının ağzında oturdum.
divara söykənib. Və həmin gün Vaqif İbrahimoğlu mənim üçün dünyasını dəyişdi. 3 gün çəkdi ondan sonra. Mən həyatımda bu cür ustad, bu cür böyük, bu cür sözə, nəfəsə gəlməyən insan yeri gəlmişkən, indi də otururam, məsələn, filmlərim nəsə olanda, bir şey olanda otururam, baxıram. Ən qəribəsi odur ki, bilmirəm kimə bunu demişəm, deməmişəm, fərq eləmir. Bu tərəfimdə elə bil Vaqif İbrahimoğlu dayanır, bir tərəfimdə. Bir tərəfimdə Həsən Ağa Turalı. İkisi də mənə müəllim olurlar. İkisi ilə də gözəl, xoş münasibətlərim olub. Hərəsi bir tərəfimdə dayanırlar. Onlar ruhən, mən də cismən. Otururam, belə baxıram bir filmə. Bir qələtimi görəndə deyirəm, Allah, indi düzəldəcəm, bax, indi gör nə edəcəm. Ya deyirəm, vallahi bax, filan. Amma bir gözəl bir şey görəndə deyirəm, gördünüz, Zeynədim. Qəribə də olsa, həyat budur. Mən də bu dünyadan gedəndə kimsə də məni belə xatırlayacaqsa, belə anacaqsa, məni belə yuğulayacaqsa, nə mutlu mənim halıma. Vaqif İbrahimoğlu xoşbəxt insandır. Görün onun tələbəsiyəm. Biz instituta girəndə, biz deyəndə ki, biz Vaqif İbrahimoğlu'nun kursuna düşmüşük. Ham bizə deyirdi, bədbəxt oldunuz. Yuğulayacaqsınız, Vaqif sizi belə eləyəcək, filan eləyəcək, beşməkan eləyəcək. Həyat gətirdi, göstərdi ki, indi insanlar, indi sənətə gələnlər heç İbrahimoğlu'nun üzünü görməyənlər deyirlər. Mən yoğun aktyoruyam, mən İbrahimoğlu'nun tələbəsiyəm. Baxıram, boş söhbət. Vaqif mənə deyirdi ki, kimsə qayıdıb deyən deyirdi ki, mən Vaqif İbrahimoğlu'nun tələbəsiyəm. Vaqif mənə deyirdi, yalan deyir. Mənim dərsimdə oturub, mənim tələbəm olmayıb. Mənim tələbəmdir, Səfadır, Kamrandır, Mehribandır, Fəxrəddindir. Qalanları isə mənim dərsimdə oturublar. Bəs salam qutardı, getdi. Çox mükəmməl bir sistem yaratdı. Azərbaycan teatr poetikasında qeyri-səlis çoxluqlar nəzəriyyəsinə, Lütfuzadənin qeyri-səlis çoxluqlar nəzəriyyəsinə söykənən bir qeyri-səlis teatr nəzəriyyəsini yaratdı. Nə qədər işləyir, işləmir, bilmirəm. Çünki mən artıq teatra getmirəm. Amma onu yaratdı. O var. Mənim ruhumda var, canımda var, var olmamda var, mənim əllərimdə var, gözümdə var, ruhumda var. Yetər. Bəs eləyir. Yuğ teatrın var olmasında var. Əminəm ki, Mikailin canında, Turalın canında, Gümrahın canında, oradan olan uşaqların canında, qanında o var olur. Və nə qədər ki, yuğ var, düşünürəm ki, Vaqif İbrahimoğlu var. Mən artıq özümü yuğ saymıram, doğrudan saymıram. Hərdən mənə deyirlər, yuxçusan, deyirəm, yox. Mən Vaqif İbrahimoğluçuyam. Mən İbrahimoğlu'nun aktyoruyam. İbrahimoğlu'nun tələbəsiyəm. Mənim yuğa aidiyyatım yoxdur. Çünki mən yuğdan çıxandan sonra qəribə bir inciklik kimi bir şey oldu mənim içimdə. Yalan nə deyim ki? İnciklik oldu. Çünki o teatrın ən çətin günlərində o teatrı yaşadanlardan da biri mən olmuşdum. Uzun dövr. Yəni, inciyirdim. Çox istəyirəm, istədiyimdən inciyirəm. Mən onları çox sevirəm, onlar bunu bilmirlər. Bir boşluq var idi, hamı da bilir bunu. Bir boşluq vardı, bir dövr vardı. Bir dövr vardı ki, o dövrdə
O teatr bir dəfə kimsə Vaqif müəllimə dedi, kimsə deyirəm, bilirəm kimsə dedilər ki, Kamranı niyə çıxarmırsan teatrdan? Orada işləyir, burada işləyir, ora gedir, bura gedir. Kamran milyon manat pul qazanır. Qayıtdı Vaqif müəllim dedi ki, mən Kamranın deyir ərizəsinə imza atsam, sonra deyir gələ bu əli buradan kəsəm, tullayam. Belə bir sevgi var idi aramızda, belə bir sadiqlik var idi aramızda. Yəni bu elə bu tonda, bu ovqatda İbrahimoğlu'dan günlərlə danışsam yenə də elə biləcəm azdı. Məni lağa qoyurdular, məni məsxərəyə qoyurdular, mənə ələ salırdılar. Deyirdilər ki, Kamrana deyirsən salam, deyirdi Vaqif İbrahimoğlu. Kamran sən sağ ol, deyirdi Vaqif İbrahimoğlu. Mənim sevgim o qədər idi. Əsl sənətçi, ziyalı sənətçi, ətrafında gördüyü dəyərli sənətçilərin dəyərini verməyə bacarmalıdır. Hansı ki, bu da Azərbaycan mədəniyyətində belə insanlar yoxdur. Heç kim heç kimin adını çəkmir. Heç kim heç kimin adını çəkmir. Heç kim biri haqqında xoş söz deyə bilmir. Hətta bir dəfə bir tanınmış aktyorumuza dedim ki, yaşlılarımız idi, oturub dedim ki, niyə bax onun haqqında danışmırsan, gözəl aktyor, bunun haqqında... Dedi, deyir, bizdən elə bilərlər yaltaqlanıram. Heç dəxli var. Axı, necə mümkündür? Mən aktyor sənətindən danışım, tutaq ki, deməyim ki, orada İlham Hüseynov var, burada Şövqü var, burada Rasim Cəfər var, orada Hikmət var. Bu uşaqların Qurban İsmailov var. Mən bunların adını necə çəkməyə bilərəm? Axı bunlar var. Və bugünkü Azərbaycan mədəniyyəti mənlə bərabər onların da çiynində var olur. Onlar bunu deyə bilmirlər. Üzülürəm. Üzülmürəm, xoş olur. Bunu mənə Vaqif İbrahimoğlu. Vaqif İbrahimoğlu bizə böyüməyi öyrətdi. Bizə deməyim, onun ən zəhləsi gedən söz idi bizə. Deyirdim, öz adından danış. Vaqif İbrahimoğlu mənə böyüməyi öyrətdi. Vaqif müəllim mənə an dəyişməyi öyrətdi. Vaqif müəllim mənə yaşamağı öyrətdi. İnsan olmağı öyrətdi. Bir də bir şey deyirdi. Bir dəfə qayıtdı, dedi ki, mən öləndən sonra bilmirəm, ya mənim tələbələrim mənim coruma söyləyəcəklər, ya da ruhuma alqış deyəcəklər. Mən bilmirəm, sən baxarsan, görərsən necə olacaq. İndi elə situasiyaydı. Bir məqama çirəm. Deyəm, Vaqif müəllim. Ruhun şad olsun. Vaqif müəllim, ruhun şad olsun.